Salamlar, sayğılar sayın dinləyicilərimiz, Axaqda olan çevirmələri oxuyan dəyərli soydaşlarımız. Umuruq burayadək sizlərin dəstəyi və önərilərinizlə türkçəmiz üçün az da olsa yararlı olmuşubdur. Bildiyiniz kimi, ölkəmizdə olan durumlar nədənilə yazıçılarımız ədəbiyyat sahəsində öz əsərlərini ikinci dilə yazmaq zorunda olublar. Buna görə yazılan əsərləri türkçəmizə çevirib səsləndirməklə bu kültürlü işin bir parçası olmaq bizlərə görəv olmuş. Sonacağımız əsər Qulam Hüseyn Saidinin piyes əsərlərindən Aydınlıq Evi adlı bir əsərdir. İrəliyən günlərdə bu kitabın bütün pərdəsini səsləndirməklə sizlərin qulluğunuzda olacağıq. Generalın yataq otağı üz-üzə baxan qapı ilə açışkan. Açışkanın pərdəsi qapalıdır. Alaqaranlıq otağın pərdələrini bir yana çəkincə yekə bağ görünür. Otağın üst yanında neçə kitab qəfəsəsi var. Ancaq kitab yerinə çeşidli əcibə şüşələr, çoxlu cürbəcür isti su torbaları, balaca yekə ləyənçələr, sınıq iynələr, işlənib işlənməmiş sarıqlar, kirli pambıqlar, ha belə sayrı birinin işinə yarayan xırım-xırda tibbi ayın uyurlarla doludur. Qəfəsələrin başı üstə duvara çalınan çoxlu gül mixlardan çeşidli əskərlik par-paltarı, vaksallar, yasal papaqlar, yekə qılınclar, boş tapanca qınları ilə neçə cüt çəkmə asılıdır və bunların hamısından üstdə yekə güzgülü bir yeşik yerləşir. Bu yeşiyin içində generalın çox önəmli olduğunu göstərən çoxlu medallar var. Yekə bahalı yataq otağın yuxarı başında par-paltarın altında boş-boşuna durmuşdur. Can üstə olan general qapının yaxınlığında yerləşən xırda alçaq bir yatağın üstündə yatmışdır. Pərdə açıldıqdan sonra sayrı rəngi qaçmış durumda təxt üstə düşüb gövdəsinin sol yanı iflicdir. Nizami doktor tibbi araclarını yığmaqdadır. Bağda işləhin və uca-uca danışan işçilərin səsi qulağa çatır. Yaxşı döhdür. Nə deyirsən? Sağalmam olasıdırmı? O birilər nə demişlər? Onlarla işiniz olmaz. Siz nə deyirsiniz? Sağalacağam mı? Onlar bundan başqasını demişlərmi? Yox, onlar bir söz deməmişlər. Bir ümid yoxdur deyə məni başa salmağa çalışmışlar. Üzgünəm. Doğrudan üzgünəm. Demək siz də onlar kimi düşünürsünüzmü? Yox qurban. Bəs nədən üzgünsünüz? Mən elə sanan doktorlara üzülürəm. Onların heç nədən başları çıxmır. Siz necə? Başınız çıxırmı? Cənab, sizin indiki duruma düşməyinizin nədəni elə həmin doktorlardılar.
Onlar bilməyərək sizi bu solğun, umudsuz duruma salmışlar. Ancaq mən kəsinliklə deyirəm, sizin heç nəyiniz deyil. Nə? Heç nəyim deyil. Dediklərimə inanın. Mənə yaxşı baxdınızmı? Hə, qurban. Yəni düzgün müayinə etdinizmi? Çox diqqətlə, qurban. Bəs necə deyirsiniz? Heç nəyim deyil. Doğrudan heç nəyiz olmadığına görə. Mənim qol qıçımı görmədinizmi? Sağ əli ilə iflic qol qıçını göstərir. Niyə? Gördüm. Mən 3 aydır döşəklərdə sürünürəm. Gövdəmin yarısı iflicdir. İndi siz heç nəyim deyil deyirsinizmi? Sağalmasına umudumuz olmayan biri iflicdir. Ancaq siz belə deyilsiniz. Yerimdən tərpənə bilmirəm. Zanımın suyu qaçıb. Məndən heç nə qalmır. Bunlar nədən ola bilməz, cənab? Hər gövdə cansızlana bilər. Ürəkim necə? Ürəyiniz saatdan da düzgün çalışır. Döhdür bəy, daha qocalmışam. Sağalmama inanan yoxdur. Ancaq mən inanıram, qurban. Siz inanırsınız. Olarmı? Yerdə qalan biriyəm. Yerimdən tərpənə bilmirəm. 2 həftədən sonra ayaq üstə duracaqsınız. 2 həftədən sonra necə olacağam? Yaxşı və sağlam. Əl-ayağım necə? Əliniz elə bir güc tapacaq. Ən kiçik nişanları ən ağır silahlarla tuşlaya biləcəksiniz. Sol əlimi deyirəm. Mən də elə həməni dedim. Amma mən heç vaxt sol əlli güllə atmamışam. Bu dönə atarsınız, qurban. Ayağım necə? Elə ayağınızdan belə general. Onda görəcəksiniz, keçmiş zaman, qocalıq və bunlara tay başqa nədənlərin heç biri gerçək əsgəri işdən sala bilməz. Həmən elə bu yorğan altında düşmüş ayağınızın qədəm səsi yenə də ən böyük savaş düşərgələrinin yerinə titrədə bilər. Hə, əlbəttə titrədə biləcək. Necə? Görəcəksiniz. Bu möcüzəni kim edəcək? Tip bilgisi. Gerçək tip, qurban. Tip bilgisi hər zaman ümid kəsir. Tip heç zaman umudu kəsməz. Umudu kəsən döktürdür. Gerçək tippin militarizm quralları çox oxşarı var. Hər ikisi də sağaltıcıdır. Hər ikisi də qurtarandır. Hər ikisi də güclü sevər. Bir savaşçının ən böyük yoldaşı bir döktürdür. Və nədən mənə heç yardım edə bilmir? Neçə aydır yıxılıb qalmışam. Düşünürəm dahi hər nə qurtulmuşdur. Siz sağalacaqsınız. 2 həftəyədək yola düşəcəksiniz. Mən sizə söz verirəm. Arxayın olun. Ümid edirəm. Umudlu olmaq da gərəklidir. Fəqət sizdən neçə istəyim var. İstəkmi? Hə, qurban. İndiyədək sizi müalicə edənləri unudun. Siz bir savaşçı olaraq sizə əsgər döştü gərəkdir. Daha Bir də iradə etməyiniz qaldı, qurban. iradə etsəm nə olacaq? Sağalarsınız, qurban. İradə iləmi? Hə, cənab. Siz komandersiniz. Gerçək əsgərsiniz. Ölüm sizdən qorxur. Ölüm iradədən qorxur. Ölüm bir əmrdən qorxur. Elə də
iradə etsəm sağalaramı? Əlbəttə tibbi yardımlar da gərəklidir. Sizin sağaltmanızı öz üzərimə alacağam. Bir sürə toxtat, əzülələri möhkəm etmək üçün. Hər gün neçə saat qıçqolu ovmaq, sonra otaqda dolanmaq, sonra eyvan üstündə, sonra bağda, sonra at minmə, sonra dağa çıxmaq. Bunları edə bilməsəm, Edə bilərsiniz. Gərək edəsiniz. Kəsinliklə edə bilərsiniz. Onda hər şey düzələr. Başınızın üstünə baxın. Bu qədər iftixarlı toz topraq əlinə unudulmaya tapşırmışsınız. demək mən toxtayacağam. Hə, qurban, inancınız olsun. Doğru olanı deyirsənmi? Yoxsa məni ümidləndirirsən? Mən doğru olanı da deyirəm. Umudlu da edirəm. Mən bir savaşçıyam. Savaşçı döşdür. Militarizmin qurallarına umudsuzluğun anlamı yoxdur. Gərək umudlu olub umudlu edəsən. Əhsənd, döydür. Sağ olun general. Siz toxtayıb sağalacaqsınız yenə. Hər zaman görkəmli ələ gətirəcəksiniz. Adınız yenə dillərə düşüb. Elə yenə o böyük komandir, ən böyük güc olacaqsınız. Sizin şəkilləriniz yenə əl-ələ gəzib, mizlərin üstündə salonların başında duracaq. Sizin adınız yetmiş iftixarların bəzəyi olacaq. Yenə də həmən görkəmlilik. Dünyada gücdən sonra hər şeydən keçmək olar. Hər şey unudular. Siz hələ də güclüsünüz. Sizin gücünüz hər şeyi ayaq altına alar. Hələ burada sizin istəyiniz ya istəməməyiniz deyilmir. Bu əzəli alın yazısıdır. Siz bir komandersiniz. Gərək də komander qalasınız. Axı döydür. Başqalarının davranışlarından bir şeylər anlamışam. Bu da mənim üçün üzücüdür. Necə? Əməkli olmamamı hiss edirəm. Sizin kimi biri yaşamının heç bir dövründə əməkli olmaz qurban. Yenə də söyləyirəm. Bir komander həmişə komanderdir. Hə, müharibəyə nə zaman başlayırıq? Siz istədiyiniz andan. Elə bu gündən. Razıyam. Gecə yenidən qulluğunuza gələcəyəm. Bu gecədən başqa biri olacaqsınız. Bu solğun üzünüz qana gəlib. Uyuşmuş əl-ayağınız yenidən canlanıb coşa gələcəksiniz. Əski gücünüzü ələ alıb irəliləki günlərdə məni də gözləməkdən olacaqsınız. Çantasını əlinə alıb eşiyə çıxsın. Döydür. Hə, qurban. Gecə tez qayıdın. Baş üstə qurban. Əskər hörməti ilə dabanlarını bir-birinə vurub eşiyə çıxır. General bir an duruxur. Doktorun sözləri onda etki buraxmış. Üzünün əzüləsini büzüşdürərək qaşqabağını sallayıb yanındakı masa üzərində olan zəngi basır. Zəngin səsi eşikdən eşidilir. Kimsədən səs çıxmır. 2-3 dönə zəngi çalır. Birazdan qulluqçu Ostuvar savaş geyimlə damağında siqaretlə içəri girdi. Sallaq bir halda irəli gəlir. Əlindəki ləyəni yatağın altına qoyub xəstənin üzərinə əyilir. Nəsə, bir şey istəyirdinizmi? Get dalıya. Düz dayan. Belə sallaq dayanma. Savaşçı değilsənmi? Qulluqçu hürküb belini diklədib dayanır. Baş üstə komandirim. Siqaret damağında dik durur. General özünə gələn kimi O zibili at eşiyə.
yan yörəsinə baxaraq Zibil? Hansı zibil? Sen benim yanımda sigaret çəkirsən-mi? Ostuvar nə halda olduğunun fərqinə varır. Bağışlayın qurban. Siqaretini damağından alır. Lütfən çevirdiyimiz və səsləndirdiyimiz əsərlərin yayılmasına yardımcı olub, birlikdə gələcək nəsillərimizin bu əsərlərdən yararlanmasına addım atmış olaq. Bizim axağımızın adresi Dastanca. D-A-S-T-A-N-C-A. Bu pərdədə rolları səsləndirənlər General Yaşar Nəqizadə, Doktor Vəhid Cəbbari, Ostuvar Səccad Müslimi, Ravi Saray Tahiri, düzənləyən Səccad Müslimi. Salamlar. Qulam Hüseyn Saidinin Aydınlıq Evi kitabından ikinci səs faylini Dastanca axağından huzurunuza sunuruq. Ostuvar siqareti söndürüb cibinə qoyur. Üzr istəyirəm. Dostağa göndərməcimi xoşlayırsanmı? Üzr diləyirəm qurban. Yorğun uydum, dedim bir-iki nəfəs çəkim. Qələt eləyibsən ki, yorğunsan. Çox sırıqtıqlanmışsan. Tamam qurban. Zəhirmar tamam qurban. Bu sürədə yaman inzibatsız olmuşsan. Mənə neçə sayğı göstərəcəyini unutmuşsanmı? Qurban, siz sayırıydınız. Demək xəstələnsəm, hörmətimi saxlamayacaqsanmı? Niyə qurban? Amma mən bu neçə vaxtı dayanmadan işləyirdim. Təmizlik işinə baxırdım. Altınıza qab qoyub boşaldırdım. Yemək gətirirdim. Yataq örtücünüzü dəyişirdim. Necə dörtökün olduğundan xəbəriniz var da? Sizi yoxlayanları qarşılayıb ağırlayırdım. Başqa işlə yetişirdim. Bunlar üzür sayılmaz. Eşidirsənmi? Hə qurban. Mən ölsəm də hörmətimi saxlamalısan. Məgər bir komandarın ya da görməkli şəxsiyyətlərin birinin cənazəsi belə nə qədər hörmətli olduğunu görməmişsənmi? Necə təntənəli olur? Görmüşsən ya yox? Niyə? Görmüşəm qurban. Onda sən axmaq, mən ölmədən sayğısızlığa başlamışsan. Yox qurban. Qulaq as gör nə deyirəm. Çoxları mən istirahət etdiyim sürəcdə daha işim bitib ömrümdən isə bir şey qalmayıb deyə düşünmüşlər. Daha qabaqçı sayğı hörməti görmədiyimi sezirdim. Qarşımda adi bir zabit belə qıçını qıçının üstünə atırdı.
sanki nökərinin görüşünə gəlmiş. O maymaq bağçı da dahi hey pəncərə arxasının altında mahnı oxuyur. Sən özün də elə bilirsən başa düşmürəm. Nə zaman ləyəni altından qaldıranda elə mısmırığını sallırsan, sanki hansı haqsızlığa uğrayıbsan. Yox qurban, o cəsarəti etmərəm. Eşidirsənmi? Bu da nümunəsi. Get o qanmaz mala denən donquldamasını kəssin. Sizə bir aş pişirim ki, hər qaşığı bir dad versin. Mən yatdığım sürədə hamı noxtasını qırmışdı. Onlara göz dağı verməyincə adam olmazlar. Utdu səsini. Bəli qurban. Aç qulağını. Bundan bəri vay halınıza. Çünki halım yaxşılanır. Allaha şükür. İstəməz Allaha şükür edəsən. Gözüm üstünə qurban. Mən indidən dirçəlirəm. Neçə günədək yola düşərəm. 1-2 həftədən sonra işimə dönərəm. Qulağım məndə. Hə qurban. O zaman hamımızın dərinizi soyub qulağınızı kəsərəm. Edərsiz qurban. Hamıdan da çox səni. Mən ki pis iş görməmişəm general. Allah qoysa sən mənim iş görənimsən, mübaşirimsən, can yandıranım, mehriban baxıcımsan, düzdürmü? Sən belə olduğun zaman, vay mənim halıma, vay mənim halıma, qulaq as. Buyurun. Bundan bəri gərək bütün buyruqlarımı dənə-dənə yerinə gətirəsən. Sanma hər istədiyin qələti darta biləsən. Gözüm üstünə qurban. Get o böyük yatağı düzəlt. Gedib orada yatmaq istəyirəm. O yataqda mı? Bu qədər mənlə deyişmə. Qurban, axı döktürlərin buyruqlarına görə bu biri sizə yaxşıdır. Anlamayıb buyurmuşlar. Burada əmr edən yalnızca mənəm. O daşqaçılar yox. Düzəldirsən, yoxsa şallaq yeməcə yollayım mı? Gözüm üstünə qurban. Böyük yatağa sarı gedir. Tez ol. Gör nə hala qoyubsan məni. 1 həftədən sonra hamımızın dərinizi soyacağam. Nə iş görürsən? Düzəldirəm qurban. Tez ol. Bitdi mi? Ostuvar bir örtüyü yatağın üzərinə çəkir. Hə qurban. Çox yaxşı. Gəl bura görüm. Məni yerimdən qaldıra bilərsənmi? Əlbəttə qurban. Əlbəttə yanına eşşək. Yəni mən o qədər ölümcül olmuşam ki, sən məni götürə bilərsən? Yox qurban, elə deyil. Çox gözəl. İndi ki bu cürdür, gəl məni qaldır qoy o taxtın üstünə. Ostuvar generalı qaldırsın deyə əlini boynuna alıb öz əlini onun gövdəsinin altına verir. Vay anlamaz nə edirsən? Bağışlayın qurban. Sənin işlərin hər zaman belədir. Tez ol. Ostuvar generalı qaldırıb yolun ortasında. Rahatsız deyilsinizmi? Bunun daha sənə dəxli yoxdur. Bax görüm, durumum necədir? Dayan görüm, çox arıqlamışam. Yox qurban, Allah gözdən saxlasın, çox da ağırsınız. Və generalı yatağın üstünə qoyur. Vay yavaş eşşək, nə iş görürsən? Bu biri əlim qaldı altımda. Baxıcı onun əlini eşiyə çəkir. Görsənmi? Sümsək gədə, ayağımı düzət. Məcər eşşəksən, inəksən, görmürsənmi? Ostuvar əl-ayağını itirərək generalı yerbəyer edir. Yaxşı oldu mu qurban? Yaxşı ki olmadı, ancaq pisdə deyil.
Gel başımın altına bir şey koy. Başım dihlənsin. Cəsarət edirəm qurban. Ancaq elə bil dökçülər demişdilər, başınızın çox da ucada olması yaxşı deyil. Qələt ediblər demişlər. Mənim başım hər zaman gərək yüksəkdə ola. Hər zaman. Tamam qurban. Ostuvar generalın başının altına qoymaya neçə dənə yastıq gətirir. General çətinliklə otağın yan yörəsinə say salır. Neçə sürədir mən bu otaqdan eşiyə çıxmamışam. 3 aydan çoxdur. O 3 ayın içində gör bura nə günə qalıb. Burası belədirsə, vay eşicin halına. Mütləq hər yer darmadarığın olmuş. Hər yer, bütün dünya. Tez işə başlamalıyıq. İşləri qaydasına salıb yaxşılaşdırmalıyıq. Elə bu andan, buradan get o pərdələri qırağa çək. Çəkdə biraz gün düşsün. Ostuvar pərdələri qırağa çəkir. Gün işığı otağı bürüyür. Pərdələri nədən çəkmişlər? Dökçülər əmr etmişdilər. Nədən? Diri-diri bastırıb öldürmək istəyirlərmi? Hə? Günəşi görməyimi istəməyirlərmi? Çox yaxşı. Olsun. Onlarınkini onlara verəcəyəm. General gün işığı gözlərini incitməsin deyə gözlərini yumur. Telefon hanı? Nədən mən zəng çaldığını heç eşitməyirəm? Tellərini çıxartmışıq. Nədən çıxartmışsın? Kimin əmri ilə? Ax, telefonun zəngi sizi rahatsız edərdi. Məni rahatsız edirdi, yoxsa səni? Hə? Əslən sənə nə dəxli var qarışırsan? Dostağa göndərimmi? Bu işi mən eləməmişəm qurban. Döhdürlərin buyruğudur. Döhdürlər. Demək bu günəcən bütün çəkdiklərimdə döhdürlərin əli varmış. Bu gündən belə gözüm heç birinə sataşmayacaq. Gözümə görünməyəcəklər. Görsəm vay hallarına. Daha qanları öz boynuna. Anladın mı? Tamam qurban. Yetər bunda. Tamam qurban. Hə qurban demə. Telefonu gətir buraya. Ostuvar dolabda üstü toz torpaq basmış telefonun tellərini taxır. Qoy əlimin altında olsun. Sizlər dünya ilə bağlantımı kəsmişsiniz. Telefon hazırdır. İş yerimi tut. Sizin iş yeriniz mi? Hə, neçə dönə bir sözü deməliyəm. Ostuvar nömrəni tutur, qulaq asır. Alo? Alo? Dəstəci saxlayın. Kimlə danışmaq istəyirdiniz? Sən dəstəci ver mənə. Mən kimlə danışacağımı bilirəm. Ver bu bir əlimə. Görsən-mi? Dəstəyi sağlam əli ilə alır. Səsində saxta bir kəskinlik var idi. Alo, kimsiniz? Mən? Ne var? Neden danışmayırsınız? Boş yere salamlayırsan. Hə, özüme. İnanmayırsan, hə? Sadəcə inan. Başqalarına da de. Yaxşı, orada nə xəbər var? Hər şey yerində mi? Arxayınsan, yoxsa elə belə bir söz demiş olum deyə danışırsan. Neçə dönə gedib baş çəkmisən? Azdır. Yenə get baş çək. Ök gözlə yoxla. Mübarək canımın necə olduğunun sənə heç bir dəxli yoxdur.
yaxşı olduğumu görürsən də. Gələn həftədən işə başlayacağam. Şükür etməyinizə heç bir gərək yoxdur. Anladın mı? Get işinə yetiş. Kiçik bir düzensizlik görsəm ya da qulağıma gəlsə, hamınızını dostluğa göndərəcək. Sizlər sanki düzenli olmağı yadırğamışsınız. Get bir baş çək gəl. Bir saatdan sonra telefonla raport ver. Telefonun dəstəyi əlindən düşür. Bir anlıq halsızcasına durub, sonra os duvara belə deyir. Dayanıb mənə nə baxırsan? Tez ol dəstəci qoy üstünə. Baxıcı os duvar tələsik dəstəyi telefonun üzərinə qoyur. General məmnuniyyətlə gözlərini çevrəsinə dolandırır. Halı özünə gəlmiş. Mənim qamçım hardadır? Orada asılıdır. Mən deyəndə qamçım hardadır? Sən mənim nə dediyimi anlamalısan. Gözüm var. Orada asılı olduğunu da görürəm. Niyyətim onu mənə gətirməndir. Os duvar qamçını divardan götürüb generala verir. General şaşırdıcı bir görünüşlə sanki mürgülənir. Qamçıya gözünü zilləyir, yavaş-yavaş üzündə gülüşlər yaranır. İxtiyarsız qamçını qıçlarına çırpır. Bu davranış bir sürə davam edir. Qamçının müntəzəm vuruşu ilə generalın iç durumundan anlamaq olurdu. O tüfənglərim hardadır? Ambardadır qurban. Bu gecə hamısını təmizləməlisən. Silah təmizləməci unutmamışsan ki. Yox qurban. Atım hardadır? Tövlədədir. Bu sürədə ona yaxşı baxdınızmı? Yoxsa onu da mənim günümə saldınız, hə? Nə demək qurban? Verqəşə olasınlar. Ona yaxşı baxsınlar. Ona törəli yem versinlər. Hazırlasınlar. Gözüm üstünə qurban. Hava çıxmaq istəyirəm. İnşallah. Tapılan hər hansı ceyranın dal geçsinin dırnaqlarını burnuzuna tikmək istəyirəm. Kəsin bu işi görünür. Bu pərdədə rolları səsləndirənlər General Yaşar Nəqizadə, Ostuvar Səccad Muslimi, Ravi Saray Tahiri, düzənləyən Səccad Muslimi. Bizim axağımızın adresi Dastanca, D-A-S-T-A-N-C-A. Sayğılar bizi dinləyən yol birlərimiz. Qulam Hüseyn Saididən sonduğumuz Aydınlıq Evi adlı nümayişnaməni sona çatdırırıq. Umuruq ana dilimiz uğrunda minnətsiz çalışmalarımız ürəyinizcə olmuşdur və Dastanca axağında olan paylaşmaları xalqımıza tanıtdırmanızla bizə dəstək olasınız.
Hələ işlərim çoxdur. İnşallah. Bu qədər inşallah demə. Olacaq bir işin inşallahı yoxdur. Tamam qurban. Gərək bir iş görəm ki, hamı məndən çəkinə. Sözümə qulaq verə. Qorxalar. Aynı halda da məni sevələr. Gərəklidir qurban. Taxlova qayıdacağam. Yenidən alana dərs klaslarına. Silahxanaya, hər yerə. Anladın mı? Hə qurban, anlayıram. Yox, anlamırsan. Sanki elə bu an yetirib paslarını açacağımın hər an düzənsizliklərindən, başıboşluqlarından xəbərim olduğunun qorxusunda olmalıdılar. İndi anlayırsan mı? Hə, anladım. Anladınsa bunu da bil. O zaman kimsəyə rəhm etməyəcəkəm. Hamısını tutuklama, dostaq, ağır operasyonlar, dağ-dərə operasyonları, saatlarca alanın dövründə qaçıtmalar gözləyir. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 2, 3, 4. Hə. Qaç. İrəli. Cəhənnəmə dək qaçır. Hə qurban. Mənim sözümə qulaq verməyənin vay halına. Dihbaşlıq edənin vay halına. Dümdüz dostağa göndərəcəkəm. Dostaqları dolduracağam. Gərəkərsə yeni dostaqlar da tikərəm. Yeni dostaqlar tikərəm. Söz yalnız mənim sözümdür. Doğrudur qurban. Söz təkcə mənim sözümdür. Bax oğul, o ləyəni gətir qoy mənim altıma. Ya Allah, tez ol! Gözüm üstünə. Ostuvar ləyəni gətirib generalın altına yerləşdirir. Yataq örtüyünü düzəldir. General yavaş-yavaş kefi sazalıb qamçısı ilə oynayaraq Gərək hər nəyin fikrində olan. Oğlan sanma mən yalnız qulaq vurmanı, onlardan iş çəkməni başarıram. Yox, mən hamının fikrindəyəm. Görməli çox işim var. qamçı ilə oynayaraq Mənim beynim gözəl fikirlərlə doludur. Qulaq as gör nə deyirəm. Əmr edin qurban. Kağız qələm yanında varmı? Var cənab. Hazırla. Nə deyirəm yaz. Ostuvar qələmlə dəftər hazırlayır. Vaxt itirməməliyik. Beynimdə nə vardırsa kağız üzrə yazılmalıdır. Sonra bilsinlər, qayıtlarına qalmışam və önəmli biriymişəm. Ostuvar yazmaya başlayır. Oğlan bunları yazma, yaz deyincə başla. Bağışlayın qurban. İstirəm bilələr kiməm və nələr beynimdən keçir. İstəyirəm bilsinlər nə üçün mənlə sayğılı olmaları önəmlidir. Bunları yazma, bunları özümə inandırmaq üçün deyirəm. Yaxşı, yaz. Çabalayır, çətinlik çəkir. Bir düzgün söz yaz. Bir gərək hamını söyəsən. Üzəlliklə yazıqları, yazıqları yazdın mı? Hə yazdım cənab. Nə yazdın? Yazdım yazıqlar gərək sevilələr. Yazdığın üçün yaşa, yaşa. Gözəl yazdığın üçün də min yaşa. Yaxşı.
öz baxışın nədir? Mənlə bir düşüncədəsənmi? Yoxsan yox. Əlbəttə cənab. Çox yaxşı. İndi yaz. 2. Hər kəsin evi özünündür. Hər kəsin evi özünündür. Yaxşı. Nə yazdın? Hər kəsin evi özünündür. Ostuvar generalın öz halında olmadığını anlayaraq yazır. Sırtıqlanma. Gözəl xətt ilə yaz. Baş üstünə qurban. İndi 3. Hər kəs gərək öz əli ilə, əməcindən çörək yesin. Hər kəs öz əlinin əməcindən Üfdə yemək daha bəsdir. Bu sonuncunu yaz. çörək yesin. Yaz. Yaz. İndi yaz. Heç kimsə heç nəyə sıxılmamalıdır. Heç kimsə heç nəyə sıxılmamalıdır. Hamının ustalarını yedigim üçün. Hamını yedigim üçün. Burnunu soxmaq yox. Sən yalnız döz. Gör mən nə deyirəm. Yaz 5. Yaz 5-ci maddə. Yaz adam. Adamdır. Adam. Adamdır. Adam adamdır. Hə, bu da çox əla oldu. Yox, kimsə bu zamancan belə gözəl söz deməmişdi. Adam, adamdır. Düşün bunu. Nə qədər anlam daşıyır. Hə qurban, çox anlam verir. Yaz, Nə yazım? yaz. Bu gərək başqalarından daha önəmli ola. Örnəci nə olsun? Sən deyə bilərsənmi? Yazım. Kimsə bu sözlərə qulaq verməsə dədəsini Yox! Sən axmaqsan, oğlan! Bax, Əli ilə onu yaxına çağırıb, alçaq səslə sanki qulağına danışır. bunları yazmazlar. Bunları heç vaxt deməzlər. Gərək yaxşı şeylər, yaxşı sözlər tapa. Aha, yaz, yaz, yaz. Sss. Hər şey öz şanlı dövranına qayıtmalıdır. Hər nə öz şanlı dövranına qayıtmalıdır. bu çox gözəl oldu. Hər şey öz şanlı dövranına qayıtmalıdır. Yaşasın! Şanlı dövran. Sənin elə bil bu sözdən bətər xoşun gəldi. Elədir qurban. General birdən qaşqabağını sallayıb, Ostuvar da tez özünü yığışdırır. İndi yaz. Yaz. Buyurun. Yaz. Yaz. Başım yaman boşalıb. Nə deyim? Çalışır huşun başına yıxsın. Yazdıqlarını ver bir dönə oxuyum görüm nə demişəm. Görüm daha nə demək olur. Axı yuxarı sözləri yaxşı sözlərin içində tapmaq olar. İcazə verin mən sizin üçün oxuyum. İstəməzsən oxuyasa. Özüm gərək oxuyam. Sözlər sənin kimi bir adamın ağzından çıxmamalıdır. Ver mənə. Ostuvar mıs-mıs edib dəftəri generala vermək istəmir. Qurban, Dedim ver mənə. Eşitdinmi nə dedim? qurban. Zəhir mar qurban. Dedim ver mənə. Axı
Buyruq verirəm. Anladın mı? Bilirsiniz, suç məndə deyildi. General dəftəri alıb neçə anlıq şaşqın baxır. Harda yazmışsan? Hanı bə? Dəftəri yeyin varaqlayır. İnanın qurban. Suç məndə deyildi. Axı niyə yazmamışsan? Hə? Niyə yazmamışsan? Məndə suç yoxdur. Bu yazmadı. Bu yazmadı. İndiyədək kimsə məni lağa qoya bilməmişdi. İndi sən məni ələ salıbsan. Oy gəlin. İndicə səni dostluğa göndərəcəkəm. Getsin dana. Edam. Şişmiş gözləri ilə quruyub qalmışdır. Ostuvar əl-ayağını itirib, generalın acıqlı baxışının önündə durub. General hələ də tərpənməyir. İkisi də tərpənmədən neçə anlıq səssizcə keçirdirlər. Ostuvar öskürür. General təpki göstərmir. Neçə addım irəliləyir. Noxoşun başı axıb çiyninə düşür. Ostuvar əyilib generalın gözlərinə baxıb, sonra ayaqlarından tutub çəkərək generalı təxt üstünə uzaldır. Yataq örtüyünü ölünün üzünə çəkir. Telefon zəng çalır. Alo. Salam ərz edirəm. Yox. Halı yaxşı deyil. Yox qurban. Yoxlayıblar. Yox. Olmaz o adam. Yox. Raport eşitməyə halları yoxdur. Yox. Oyatmalı deyildir. Bu pərdədə rolları səsləndirənlər General Yaşar Nəqizadə, Ostuvar Səccad Müslimi, Ravi Saray Tahiri, düzənləyən Səccad Müslimi. Bizi dinləyən yolbirlərimiz, nəzərinizə çatdırmalıyıq ki, Aydınlıq Evi adlı kitabında yerləşən o biri nümayişnamələrin səsləndirməsini də gələcək günlərdə sizlərə sunacağıq. Bizimlə olun. Bizim axağımızın adresi Dastanca. DASTANCA